Səkinə xanım, bax elə arzudan söz düşmüşkən, insanlar öz xəyallarının, yəni ki, arzularının nəticəsini yaşayır. Bizə nəsib olmayan, necə ki, siz Allah Taala'nın təbii ki, huzurunda ona olan sevginizi ishar edirsiniz. Hər kəs bir Allahın alın yazısına inanır. Amma Allah da o arzu yerinə yetməzsə, onun toxumunu insanın ürəyinə səpmir. Səkinə İsmayılova bugün arzularının buketini, arzularının çələngini hörə bildimi, düzəldə bildimi və yaxud da ki, bax orada çatmayan, həyata keçməyən hər hansı bir arzusu varmı? Allah Taala mənə neyi nəsib elədisə, neyi mənə rəva bildisə, harada, hansı məqamda məni görmək istədisə, mən o məqamdayam. Allah istəyib bunu. Çünki Allah istəyəndə bəndə heç bir şey eləyə bilmir. Heç bir şey eləyə bilməz. Neçəsi yığılsın, tutsun belə, necə... Onu sənin əyağından çəkə bilməz. Çünki Allah istəyib səni bu məqama çatdırır. Yəni, sən indiki vəziyyətin sənin Allah Taala'nın işidir və mən buna inanıram. Yəni, Allah insanı istədiyi məqamda görür, istədiyi yerdə görür və buna heç bir bəndə mane ola bilməz, maneçilik törədə bilməz. Və bugün də mən əgər nə addımlar atıramsa, bu Allahın işidir. Yəni, bəzən deyirlər, filan insanlar belə yaxın idilər, dostu idilər, sonra nəsə aralandılar. Onu Allah istəyib. Ya onu istəyib, ya bunu istəyib. Yəni, arada olanı Allah Taala bilir ki, onları aralayıb. Yəni, aralaşıblar onlar. Bilirsiniz nəyə bənzəyir? Bir gün sərçənin yuvasını Allah Taala dağıdır. Belə bir rəvayət, priça var. Və sərçə üsyan eləyir. Deyir ki, ay Allahım, mən sənə neynəmişdim ki, sən mənim yuvamı dağıtdın? Və bu Allah Taala'ya çatır. Və Allah Taala deyir ki, gedin ona deyin ki, onun yuvasına bir sarı ilan qıvrıla-qıvrıla gəlirdi. Ona görə mən onun yuvasını dağıtdım. Bəzən biz görmədiklərimizi Allah Taala görür. O kainatın enerjisi bəzən zorla əlimizdən alır. Ay bala, bu sənlik deyil. Yəni, bu uzaqlaşdırır səni. Gör, necə yaxşıdır. Amma bədəlsiz olmur da, bunun da öz bədəli olur. Onu da bilirsən, Allaha da inamın, istəyin olmalıdır. Yenə də deyirəm, içində o sevgi olmalıdır. İstək olmalıdır. Mən həmişə deyirəm, qorxmaq yox. İstək, qorxu ona görədir ki, yəni, hansısa bir əməl, hansısa bir nəsə səhv iş görürsən, məsələn üçün, yenə də onu Allah Taala'dan bağışlanmağını istəməlisən ki, çünki Allah bağışlayandır.